Coğrafi təbəqənin zonallıq qanuna uyğunluğu üçün doğru fikirləri müəyyən edək. Yer kürəsində zonallığın formalaşmasının əsas səbəbi yerin mövcud formasıdır. Bu doğru cavabdır. Belə ki, yerin kürə formasında olması ekvatordan qütblərə doğru getdikcə istilik və rütubətin dəyişməsinə səbəb olur. Bu da zonallığın formalaşmasına səbəb olur. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Yeraltı suların səviyyəsinin kəskin dəyişməsi bu qanuna uyğunluğun formalaşmasının əsas səbəblərindən hesab olunur. Şərti yanlışdır. Zonal komponentlər əsasən xarici qüvvələrin təsirindən formalaşanlardır. Deməli, ikinci şərt yanlışdır. Respublikamızda zonallığın pozulmasından yaranan landşaftlar mövcud deyil. Şərti yanlışdır. Belə ki, zonallığı pozan əsas amillərdən biri dağlardır və dağ landşaftı zonallığı pozur. Ölkəmizin ərazisində dağlar mövcud olduğuna görə bu şərt yanlışdır. Alt bataqlıqların yaranması zonal qanuna tabe deyil. Şərti doğrudur. Alt bataqlıqlar köhnə çay və göl yataqlarında əmələ gəlir və bu da coğrafi enliyindən asılı olmayaraq hər yerdə formalaşa bilər. Qərbi Sibir ovalığının tayqa meşələri zonal qanuna uyğunluq əsasında formalaşmışdır. Ekvatordan qütblərə doğru getdikcə ekvator rütubətli meşələr, savanna və seyri meşələr, səhra və yarım səhralar, çöl, meşə, çöl, ardından iynəyarpaqlı meşələr zonası qeyd eləmək olar. Eyni zamanda okeandan uzaqlaşdıqca enliyarpaqlı meşələr qarışıq meşələr isə iynəyarpaqlı meşələrlə əvəz olunur. Bu da zonallıqdır. 5-ci şərt də doğrudur. Okean cəryanlarında zonallığı pozan amillərdən deyil, şərti də yanlışdır. Belə ki, okeanın bir yerindən digər yerinə daha isti və ya daha soyuq və ya duzluğu daha çox olan və ya daha az olan suyu aparan cəryanlar normal zonallığı poza bilir. Cavab B variantı. Bəbir populyasiyasının mühafizə edildiyi milli parklar bəbirlər bildiyimiz qədərlə dağlıq ərazilərdə öz populyasiyalarını davam elətdirirlər. Ona görə də A variantında Ağgöl, B variantında Şirvan, D variantında Qızılağac və Y variantında Samur-Yalama milli parklarını eləmək olar. Cavab C variantı. Xəritə sxemi əsasən hansı bəndin doğru olmadığını müəyyən edək. 1, 2, 6 qışı quraq keçən soyuq iqlim tipi formalaşmışdır. Bu şərt doğrudur. Böyük Qafqazın şimal-şərq yamacında, yan silsilədə, Kiçik Qafqazın demək olar ki, bütün yüksək dağlığında və Talış dağlarının yüksək dağlığında, Talış dağlarında çox kiçik yer olmaq şərti ilə iqlim tipləri xəritəsində 7 rəqəm ilə verilən qışı quraq keçən soyuq iqlim tipi formalaşıb. Deməli, A şərti doğru fikirləri ifadə elədiyi üçün bizə lazım deyil. 1, 2, 5 rəqəmləri ilə mərmər yataqları mövcuddur, şərti doğrudur. Qubada çəhrayı, Daşkəsəndə ağ, Şərurda qara mərmər olmaqla B variantda yanlışdır. Doğru fikirləri ifadə edildiyinə görə yanlışdır. 4, 5, 6 vulkanik yayla, Zəngəzur və Talış zonası vulkanogen çökmə sularına rast gəlinir, şərti də doğrudur. 2, 3, 6 Gəncə, Dağlıq Şirvan və Talış zonası alçaqdağlığın çöl zonaları, çöl landşaftları yayılmışdır. Hər 3 ərazidə də çöl landşaftı yayılmışdır və bizə bu variant lazım deyil. 3, 4, 5 Dağlıq Şirvan, vulkanik yayla və Günlük Qapıcıq. İntensiv parçalanmış arid denudasyon silsilə və tirələr geniş sahə tutur. Azərbaycanın geomorfoloji xəritəsindən görürük ki, burada 6 rəqəmi ilə intensiv parçalanmış, alçaq və orta, qırışıq arid denudasyon silsilə və tirələr göstərilmişdir. 6 rəqəmi Dağlıq Şirvanın cənubunda nisbətən var, ancaq nə Gəncədə, nə də Günlük Qapıcıqda bunlar mövcud deyil. Deməli, Y variantı doğrudur. Sərhədləri yüksək dağlıq ərazilərdən keçməsinə baxmayaraq, avtomobil yolu ilə bir-biri ilə əlaqəsi olan inzibati rayonları müəyyən edək. Azərbaycanın inzibati xəritəsinə baxsaq, siyasi xəritəsinə baxsaq, bu
Kəlbəcər və Göygöl rayonlarıdır. Buradan da gördüyümüz qədər Göygöl və Kəlbəcər rayonları arasında avtomobil yolu görünür. Xəritə sıxımında verilmiş Aç çayına aid olmayan əlamətləri müəyyən edək. Aç çayı Mississippi çayıdır və ona aid olmayan xüsusiyyətləri qeyd edək. Mənbəyini İtaska gölündən götürür şərti doğrudur. Deməli, C və B variantlarını silmək olar. Axdığı ərazilərdə sənaye, kənd təsərrüfatı və məişət əhəmiyyətinə malikdir şərti doğrudur. Ona görə də bu variant bizə lazım deyil. A variantını da silə bilərik. Hövzəsində tropik siklonlar müşahidə olunur. Burada düzənlik ərazilərdə Amerikaya xas olan tornadolar müşahidə olunur. Üçüncü şərtdə doğru olduğu üçün bizə lazım deyil. Mənsəbində estuari əmələ gətirir şərti yanlışdır. Mississippi çayının mənsəbi deltadır. Transsərhəd çaydır şərti də yanlışdır. Çünki o yalnızca Amerika Birləşmiş Ştatlarının ərazisindən axır. Həm mənbəyi, həm də mənsəbi mülayim iqlim qurşağında yerləşir şərti də yanlışdır. Mississippi çayının mənsəbi tropik iqlim qurşağının rütubətli tipindədir. Deməli 4, 5, 6 cavab C variantı. Urbanizasiya səviyyəsinin daha yüksək olduğu inkişaf etməkdə olan ölkələr. Dünya ölkələrinin şəhər əhalisinin payı xəritəsindən gördüyümüz qədər Liviya, Uruqvay və Səudiyyə Ərəbistanı digər ölkələrlə müqayisədə urbanizasiyanın daha yüksək olduğu ölkələrdir. Cavab Y variantı. Cədvələ əsasən hansı regionların əhalisinin sıxlığının azaldığını müəyyən edək. Əhalinin sıxlığının azalması üçün əhalinin sayının azalması lazımdır. Bu cədvəldən də bizə məlum olur ki, immiqrantlar ölkəyə gələnlər olduğu üçün immiqrantları əhalinin ümumi sayının üstünə gələrik. Immiqrantlar ölkədən gedənlər olduğu üçün bu sayı ölkənin əhalisinin sayından çıxarıq və reimmiqrantlar getdikləri yerdən geri qayıtdıqları üçün hər hansı bir səbəbdən onları da əhalinin sayının üzərinə gəlirik. Deməli, bu rəqəmləri bu ardıcıllıqla hesablasaq, görərik ki, ikinci məntəqədə əhali 5 milyon 683 min 300 nəfər olmuşdur. Deməli, əhalinin sayı 5,7 milyondan azalır və 5-ci sırada isə əhalinin ümumi sayı 1 milyon 797 min 400 nəfər olur. Yəni, 5-ci sıradakı əhalinin sayı da 1,8 milyondan azalmış olur. Şərtdə də dediyimiz kimi, əgər əhalinin sayı azalarsa, onun sıxlığı da azalar. Digər sətirlərdə isə bu hesablamanı aparsaq, əhalinin artdığını görmüş olarıq. Deməli, cavab B variantı. Doğru olan fikirləri müəyyən edək. Fransa və İtaliya beynəlxalq turizm üzrə ixtisaslaşmış Avropa ölkələridir. Bu doğrudur. Ümumdaxili məhsul və ümumi milli məhsul müəyyən müddət ərzində istehsal edilən məhsul və xidmətlərin pulla ifadə edilən dəyərlərinin cəmidir. Bu şərt də doğrudur. Bilirik ki, ümumdaxili məhsul ölkə daxilindəki milli və xarici şirkətlərin, ümummilli məhsul isə ölkə daxilindəki və ölkədən xaricdəki milli şirkətlərin istehsal etdiyi məhsulun və göstərdiyi xidmətin dəyəridir. İkinci şərt də doğrudur. 1 və 2-nin verilmədiyi variantları silirəm. Leasing pul formasında verilən investisiya vasitəsidir. Bu şərt yanlışdır. Çünki leasing pul formasında deyil, əsasən texnika və avadanlıq şəklində verilən investisiya vasitəsidir. Üçüncü şərt yanlışdırsa Y variantı silinər, qalır A variantı. Çinin əsas təsərrüfat subyektləri ölkənin cənub və qərb hissəsində cəmlənmişdir. Nəzərə alsaq ki, Çinin qərbi Tibet zonasıdır. Bu şərt yanlış olar. Metallurgiya və toxuculuq sənayinin köhnə sahələri hesab olunur. Şərti doğrudur. Norveç və İsveç Şimali Avropa regionunda kənd təsərrüfatının ən yüksək inkişaf etdiyi ölkələrdir. Nəzərə alsaq ki, qütbətrafı ərazilər aqroiqlim şəraiti ilə zəif təmin olunmuş ərazilərdir. Bu ölkələrdə xidmət sahələri və sənaye
Kənd təsərrüfatından daha öndə olar. 6-cı şərtdə silək, cavab A variantı. Xəritə sxemə və Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Burada Çili və Argentina göstərilib. 1. Rəsmi dili İspan dilidir. Bu hər ikisinə aiddir. Bilirik ki, Cənubi Amerikada yalnızca Braziliya, Portuqal dilidir. Üçüncüyə 1. Üçüncüyə 1-in verilmədiyi A və Y variantlarını silmək olar. Federativ inzibat tərəzi quruluşuna malik ölkədir. Bu, Argentinaya aiddir. İkinciyə 2. İkinciyə 2-nin verilmədiyi C variantını da silmək olar. Aral dənizi iqlim tipinin codyarpaqlı həmişəyaşıl meşə və kolluqlu təbii zonası formalaşmışdır. Şərti Çiliyə aiddir. Birinciyə 3. Məhsulda qırmızı qara torpaqlarında taxılçılıq inkişaf etmişdir. Şərti La Plata körfəzi ətrafında Argentinaya aiddir bu şərt. Deməli, ikinciyə 4. ALADI təşkilatına üzv ölkədir. ALADI Latın Amerikası İnteqrasiya Assosiasiyasıdır və bütün Cənubi Amerika ölkələri bu təşkilata üzvdür. 5-ci şərt ortaqdır. Üçüncüyə 5. B variantı da silindi. Və zəngin şora ehtiyatına malikdir. Bu şərtdə Çili üçün xarakterikdir. Birinci həm də 6. Cavab D variantı. Böyük 20-lik ölkələrinin siyahısından gördüyümüz qədər A variantında olan İndoneziya, Meksika və Hindistan hər üçü G20 üzvü olan, inkişafda olan ölkələrdir. Cavab A variantı. Xəritə sxemi əsasən şəhərləri əhalisinin sayının artmasına görə sıralayır. 1 rəqəmi ilə Gəncə şəhəri verilib, 2 rəqəmi ilə Xankəndi, 3 rəqəmi ilə Mingəçevir, 4 rəqəmi ilə Sumqayıt, 5 rəqəmi ilə Şirvan şəhərləri verilib. Gəncə şəhərinin əhalisi 330 min nəfər, Xankəndi şəhərinin əhalisi işğaldan azad olunana qədər 55 min nəfər olduğu düşünülürdü. Mingəçevir şəhərinin əhalisi 102 min nəfər, Sumqayıt şəhərinin əhalisi 426 min nəfər və Şirvan şəhərinin əhalisi 85 min nəfər təşkil eləyir. Bu ardıcıllığı nəzərə alsaq, cavabımız Xankəndi, Şirvan, Mingəçevir, Gəncə və Sumqayıt şəhərləri olacaq. Yəni cavab Y variantı. Yanacaq energetika balansında külək elektrik stansiyasının əsas yer tutduğu ölkələri müəyyən edək. Burada Y variantında olan Danimarka və Hollandiya bu şərti ödəyən ölkələrdir. Cavab Y variantı. Cədvəldə 2019 və 2020-ci illərdə Azərbaycanın nəqliyyat sektorunda yükdaşımaların göstəriciləri verilmişdir. Buna əsasən doğru olmayan fikri müəyyən edək. 2019-cu ildə ümumi yükdaşımalarda avtomobil nəqliyyatının payı 60%-dən çox olduğu halda 2020-ci ildə bu rəqəm 50%-dən aşağı düşmüşdür. Avtomobil nəqliyyatı ilə yük daşımanın ümumi yük daşımada olan nisbətini hesablayanda 111.518-in 188.629-un 59% olduğunu görmək olar. Deməli, A variantı yanlışdır. Bizə də doğru olmayan lazımdır. Cavab A variantı. Yük daşımalarda nəzərə çarpacaq dərəcədə tək artım hava nəqliyyatındadır. Gördüyümüz qədər bu 183-dən 458-ə qalxmışdır. B variantı doğru cavab olduğuna görə götürmürük. Dəniz nəqliyyatında nisbətən sabitlik müşahidə edilmişdir. 5969, 5982 olaraq verilən şərtdə doğru olduğu üçün götürmürük. Yük daşımaların ümumi həcmi əvvəlki ilə nisbətən azalmışdır. Bəli, 235.288-dən 188.629-a düşmüşdür. Pandemiya ilə əlaqədar olaraq ölkələr arası quru sərhədlərinin bağlı olması avtomobil nəqliyyatı ilə yük daşımanın həcmini azaltmışdır.
Bu da 155.318'dən 111.518'e düşdüyünü göstərir. Y variantı da doğru şərti göstərdiyinə görə variantı götürmürük. Cavab A variantı. 3-cü və 16-cı saat qurşaqları üçün ümumi fikirləri müəyyən edək. Bilirik ki, 3-cü saat qurşağı 45 dərəcə şərq uzunluğunda, 16-cı saat qurşağı isə 120 dərəcə qərb uzunluğunda yerləşir. Orta meridianları, eyni okeanları kəsir şərti doğrudur. Çünki bütün meridianlar Şimal Buzlu Okeanında kəsişir. Birinci şərtin verilmədiyi variantları silirəm. 3 yarımkürədə yerləşir. Bəli, 0, 12 və 24-cü saat qurşaqlarından başqa digər bütün saat qurşaqları 3 yarımkürədə yerləşir. İkinci şərt də doğrudur. Deməli, Y variantında silmək olar. Bütün işğalma qurşaqlarında yerləşir. Bütün saat qurşaqları bütün işğalma qurşaqlarında yerləşirlər. Çünki bütün coğrafi enliklərdə yerləşirlər. Üçüncü şərt də doğrudur. Cavab B variantı. Cəmi 4 ölkənin ərazisində yerləşir şərti. Dünyanın siyasi xəritəsindən görürük ki, 120 dərəcə qərb uzunluğu Kanada və Amerika Birləşmiş Ştatları ərazisindən keçir. 45 dərəcə şərq uzunluğu isə nəzərə alsaq ki, bu saat qurşağında Azərbaycan yerləşir. Buraya Rusiyanı, Azərbaycanı, İranı, Səudi Ərəbistanı, Yəməni, Somalini, Madaqaskarı aid eləmək olar. Yəni 4-cü şərt də yanlışdır. 5-ci şərt 3 materiki kəsir. 120 dərəcə qərb uzunluğu yalnızca Şimali Amerika materikini kəsir. 45 dərəcə şərq uzunluğu isə Avrasiya və Afrika materiklərini kəsir. 5-ci şərt də yanlışdır. Gecə ilə gündüzün adi növbələşdiyi fərqli coğrafi enliklərdə yerləşən iki məntəqənin hər birində günəş şüalarının il ərzində günorta vaxtda maksimum və minimum düşmə bucaqlarının fərqi 33,5 dərəcədir. Bu məntəqələrin eyni meridian üzərində yerləşdiyini nəzərə alaraq, onlar arasındakı ən qısa məsafənin 1/15 milyon miqyaslı xəritədə neçə santimetrə bərabər olduğunu müəyyən edək. Şərtdə gecə ilə gündüzün adi növbələşdiyi verildiyi üçün bu məntəqələrin qütb işıqlanma qurşağında yerləşmədiyindən xəbər verir. Deməli, 66,5 dərəcə şimal eni və 66,5 dərəcə cənub enlikləri arasında yerləşən məntəqələrdir. Və günəş şüalarının maksimum və minimum düşmə bucaqları 33,5 dərəcədir. Şərti isə bu məntəqələrin mülayim işıqlanma qurşağında da yerləşmədiyindən xəbər verir. Belə ki, mülayim işıqlanma qurşağında istənilən bir məntəqəni götürüb hesablama aparsaq, görərsiniz ki, maksimum və minimum düşmə bucaqlarının fərqi 47 dərəcədir. Bu, şimal və cənub tropiklərin arasındakı coğrafi enlik fərqindən irəli gəlir. Deməli, bu məntəqələr tropik işıqlanma qurşağındadır. Bu məntəqələri tapmaq üçün onlara maksimum və minimum düşmə bucaqlarının 33,5 dərəcə olduğunu əsas götürərək onların coğrafi enliyini tapaq. Tropik işıqlanma qurşağında da maksimum düşmə bucağı 90'dır. Çünki tropik işıqlanma qurşağında günəş istənilən məntəqə üzərində zenitdə ola bilər. Minimum düşmə bucağını isə tapmaq üçün 90'dan 33,5'i çıxmaqla taparıq ki, bu da eləyir 56,5 dərəcə. Deməli, hər hansı bir məntəqəyə minimum düşmə bucağı digər tropikdən hesablandığı üçün, yəni günəş 23,5 dərəcə zenitdə olanda tropik işıqlanma qurşağında yerləşən digər məntəqəyə minimum düşmə bucağı 56,5 dərəcədirsə, zenit bucağından düşmə bucağını çıxıb aradakı coğrafi enlik fərqini taparıq. 90'dan da 56,5 çıxanda 33,5 qalır. Deməli, buradan bura qədər 33,5 dərəcə coğrafi enlik fərqi var. 23,5'dən də 33,5 dərəcə şimala getmək 10 dərəcə şimal enliyinə çatmaq deməkdir. Və əgər məntəqələr eyni meridian üzərində və ekvatora nəzərən simmetrikdirsə, deməli bir məntəqə 10 dərəcə şimal enində, digər məntəqə isə 10 dərəcə cənub enindədir.
Artıq onların arasındakı coğrafi enli fərqini bilirik və 10 dərəcə şimal eni ilə 10 dərəcə cənub eni arasında 20 dərəcə coğrafi enli fərqi var və 1 dərəcəli meridian qövsünə vurulduğu halda bu 2220 kilometr eləyir. Miqyasımız da 150 kilometrdir. 2220-ni 150-yə bölsək, cavabımız 14,8 santimetr eləyəcək. Cavab C variantı. Doğru olmayan fikir müəyyən eləyək. Oxçuçay, Astaraçay və Bəlgüşə çay ölkəmizdən kənarda, Qoşqarçay və Paraqaçay isə ölkəmiz daxilində çirklənən çaylar hesab olunur. Bu şərt doğrudur. Bu çayların ilk üçünün Ermənistan ərazisindən gəldiyini, digər iki çayın isə Azərbaycan ərazisində formalaşdığını nəzərə alsaq, bu doğru cavabdır. A variantı yanlışdır. Atmosferə atılan maddələr arasında kükürt dioksidin turşulu yağışlara səbəb olması doğru cavabdır. B variantını da silirik. Meşə yanğınları zamanı atmosferə atılan tullantı və qazlar, külək burulğanları zamanı havaya qarışan tozlar, sosial-iqtisadi çirklənmə mənbələri hesab olunur, yazılıb. Nəzərə alsaq ki, sözü gedən çirklənmə növləri təbii proseslər nəticəsində formalaşır. Biz buna sosial-iqtisadi çirklənmə mənbələri deyə bilmərik. C variantı yanlış olduğu üçün götürürük. İri sənaye rayonlarında təbii sərvətlərin hasilatı, kimya, metallurgiya sahələrinin cəmlənməsi gərgin ekoloji şəraitin yaranmasına səbəb olur şərti doğrudur. Xüsusilə axar suların çirklənməsində kimya və metallurgiya sahələri çox rol oynayır. D variantını da götürməliyik. Atmosferdə azot oksidi, metan və karbon qazının artması istixana effektinin artmasına səbəb olur. Bu şərt də doğrudur. Cavab C variantı. Doğru fikirləri müəyyən eləyək. Padar Çölgöylər dəmir yol xətti Dağlıq Şirvan və Şirvan Salyan iqtisadi rayonlarını əlaqələndirir. Azərbaycan dəmir yolları xəttlərinin xəritəsinə diqqətlə fikir versək, görərik ki, Padar Çölgöylər Hacıqabul rayonu ərazisindən Şamaxı rayonu ərazisinə doğru çəkilib. Beləliklə, Şirvan Salyan və Dağlıq Şirvan iqtisadi coğrafi rayonlarına əlaqələndirir. Deməli, birinci şərt doğrudur. Birinci şərtin olmadığı variantları silirəm. Azərbaycan kənd təsərrüfatı məhsullarının həm ixracçısı, həm də idxalçısıdır. Tərəvəz ixracçısı və taxıl idxalçısı olduğumuz üçün bu şərt də doğrudur. İkinci şərt də doğru olduğu üçün A variantını silirəm. Respublikamızın sənaye sahələri arasında karbohidrogen ehtiyatlarına əsaslanan sənaye sahələri daha çox paya malikdir şərti doğrudur. Söhbət burada neftdən gedir və neft Azərbaycanın ixtisaslaşma sahəsidir. Üçüncü şərtdə doğrudursa cavab D variantı. Ümumdaxili məhsulun həcmi iqtisadi rayonlar üzrə bərabər paylanmışdır şərti təbii ki yanlışdır. Dördüncü şərti silirəm və C variantını. Respublikamızın bütün iqtisadi rayonlarında əkinçilik həm suvarma, həm də dəmiyə şəraitində həyata keçirilir şərti yanlışdır. Abşeron, Xızı, Milmuğan, Şirvan Salyan rayonlarında dəmiyə əkinçiliyi olmaz. Son illərdə quşçuluq təsərrüfatı məhsullarına daxili tələbatının azaldığı üçün bu sahənin məhsulları xarici ixrac edilir şərti də yanlışdır. Durmadan artan əhalinin tələbatının azalması deyə bir şey düşünülə bilməz. 6-cı şərt də yanlışdır. Hansı iqtisadi rayonun xəritə sxemi doğru verilmişdir? Quba Xaçmaz iqtisadi rayonunda Xızı rayonu da əlavə edildiyinə görə yanlışdır. Şəki-Zaqatala iqtisadi rayonuna İsmayıl rayonu da əlavə edildiyi üçün bu şərt də yanlışdır. Qazax-Tovuz iqtisadi rayonuna Daşkəsən və Göygöl rayonları əlavə edildiyinə görə bu şərt də yanlışdır. Şirvan Salyan iqtisadi rayonunun bütün rayonları doğru göstərilmişdir. Lənkəran Astara iqtisadi rayonunda isə Astara rayonu verilməmişdir. Deməli, Şirvan Salyan cavab B variantı. Xəritə sxemlərdə verilmiş Türk ölkələri üçün ümumi əlamətləri müəyyən edək. A ölkəsinin Türkmənistan, B ölkəsinin isə Qırğızistan olduğunu nəzərə alaq.
Neft və qaz ehtiyatları ilə yaxşı təmin olunmuşdur. Türkmənistana aiddir. Deməli, ortaq fikir deyil. Əhalinin əksəriyyəti Qıpçaq qoluna mənsubdur. Şərti Qırğızstana aiddir. Ortaq deyil. Dəniz səviyyəsinin ən hündür nöqtəsi Azərbaycanın ən hündür nöqtəsindən daha çoxdur. Şərti Qırğızstana aiddir. Burada qələbə piki 7439 metr. Azərbaycanın ən yüksək nöqtəsindən hündürdür. Ancaq Türkmənistanın ərazisində belə bir yüksəklik yoxdur. Sahəsinə və əhalisinə görə Mərkəzi Asiyanın ən böyük türk ölkəsi ilə həmsərhəddir. Şərti isə hər iki ölkəyə aiddir. Belə ki, sahəsinə görə Qazaxıstan, əhalisinin sayına görə isə Özbəkistan ölkələri həm Türkmənistan, həm də Qırğızstanla həmsərhəddir. Deməli, D variantı doğrudur. Mərkəzi Asiyanın ən uzun çayı olan Amudərya və Sırdərya çayları ərazisindən keçir. Amudərya çayı Türkmənistanın, Sırdərya çayı isə Qırğızstanın ərazisindən keçir və bu ortaq şərt deyil. E variantı da yanlışdır.